Hər vaxtınız xeyir olsun. Satışa yeni bir həyət evi çıxıb. Zəhmət olmasa videoya sonradakı baxın. Ev haqqında bütün məlumatlar video daxilində qeyd olunur. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Ev 2 sot yarım torpaq sahəsində inşa olunub. 2 mərtəbə 5 otaqdan ibarətdir. Mərtəbə arası monolit betondur. Sənədi kubcadır. Evin və torpağın ipoteka üçün də yararlıdır. Ətrafı da tam yaşayışdır. Kommunal və kombi xətləri çəkilib. Kanalizasiya sistemi mərkəzidir. Evin dörd bir tərəfinə də keçid mümkündür. Həyətə 2 maşın rahatlıqla daxil olur. Həyətdə manqalnisi, besetkası və sanitar qovşağı da var. Bütün ev kamera sistemi ilə təchiz olunub. Fasadı qabancıq daşlarla üzlənib. Evin yerləşmə yeri Zabrat Məşdağa yoludur. Araz marketə və Rahat marketə yaxın məsafədədir. Yaxınlığında 22 nömrəli məktəb yerləşir. Marşrut da evin qarşısından keçir. Daxil olaq evə. Bura evin dəhlizi. Dəhlizdən otaqlara paylanılır. Yer istipoldur. Tavan hündürlüyü 3.20-dir. Girişdə sol tərəfdə mətbəx yerləşir. Pəncərəsi həyətə baxır. Mətbəxdə istipoldur. Və sağ tərəfdə qonaq otağı. Hamam və sanitar qovşağı. İşığı olmadığı üçün tam göstərə bilmirik. Dəhlizin sonunda sağda birinci mərtəbəyə aid yataq otağı və bura pilləkanın alt hissəsidir. Kamera sistemi və Wi-Fi bura yığılıb. Qalxaq ikinci mərtəbəyə. Bura evin dəhlizi. İkinci mərtəbənin dəhlizidir. Dəhlizdən otaqlara paylanılır. Sol tərəfdə bir yataq otağı. Qonaq otağı. İkinci mərtəbəyə aid. Bu qapıdan eyvana çıxış var. Və ikinci yataq otağı. Bu yataq otağının da daxilində hamam və sanitar qovşağı var. Və burada digər hamam və sanitar qovşağı. Ev qeyd etdiyim kimi yerləşir Zabrat Məşdağa yolunda. Araz marketə, Rahat marketə, Məşdağa idman kompleksinə və 22 nömrəli məktəbə yaxın məsafədə yerləşir. 2 sot yarım torpaq sahəsində inşa olunub. 2 mərtəbə 5 otaqdan ibarətdir. Mərtəbə arası monolit betondur. Kanalizasiya sistemi mərkəzidir. Sənəd kubcadır. Evin və torpağın qiyməti 175.000 manat. Qiyməti yenidən qeyd edim 175.000 manat. Bu və ya digər elanlar üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.